Demək olar, bugünkü videoda mən sizə nəyi izah edəcəm? Çevrənin tənliyi və o hardan gəlir, iki nöqtə arasındakı məsafə düsturunu izah edib başlayacağım. Demək, iki nöqtə arasındakı məsafə. İlk olaraq bunu öyrənək, düzdür? Bunun üçün biz düzbucaqlı koordinat sistemində yaxşı, burada iki nöqtə arasındakı məsafə deyirik. Dərs olaraq da düzbucaqlı koordinat sistemini öyrənirik. Orada bir söz qasırdırıq ki, iki nöqtə arasındakı məsafə. Harda? Düzbucaqlı koordinat sistemində fəzada və yaxud ədəd oxunda. Harada öyrənirik bugün inşallah? Düzbucaqlı koordinat sistemində, bəli. Ədəd oxunda iki nöqtə arasındakı məsafə deyəndə necə tapılırdı? Ədəd oxunda. Bax, gəlin birinci bunu öyrənək. Fərz edək ki, bu ədəd oxu üzərində iki nöqtə var. Məsələn, bunun koordinatı 4-dür, bunun koordinatı 6-dır. Bunlar arasındakı məsafə nə olurdu? 6 çıxılsın 4, 6 çıxılsın 4 bərabərdir 2 olurdu, düzdür? İndi müstəvi düzbucaqlı koordinat sistemində, yəni artıq nöqtənin bir yox, iki koordinatla təyin olunduğu halda biz bunu belə eləyə bilmirik axı, düzdür? Bunun üçün düstur nə olacaq, ümumiyyətlə proses necə olacaq buna baxaq. Nöqtənin biri olsun bu. Bu nöqtənin koordinatları olsun, bura x1, bura y1, düzdür? Ayrı bir nöqtə seçə bilərik. Ayrı bir nöqtə seçilən burada. Görə bilirik kızlar. Bax, fikir verin. Bunu azca uzadaq. Bu nöqtənin koordinatları olsun, x koordinatı x2, y koordinatı y2. Doğru? Biz indi bu iki nöqtə arasındakı məsafə deyəndə nəyi nəzərdə tutacaq? Bax, bunları birləşdirən parçanı, düzdür? Həmin o parçanın uzunluğunu tapmaq istəyirik. Tapa bilərik? Tapar. İlk olaraq əvvəlcədən öyrəndiyimiz biliklərə söykənəkdə Pifagor, bəli, Pifagor teoreminə əsasən bu nə olur? Hipotenuz. Hipotenuzu tapmaq üçün nə edirlər? Katetlərin kvadratları cəmi bərabər deyil, hipotenuzun kvadratı düsturundan istifadə edir. Tamam. İndi burada problem yaradan məqam nədir? Biz hipotenuzu tapmaq üçün katetləri hələ ki bilmirik. Amma tapa bilərik. Ədəd oxunda iki nöqtə arasındakı məsafəni bilirdik. Bilirdikmi inşallah? Buna yazacağım. Bu məsafəni görürsünüz. Buna yazacağım modulda y2 çıxılsın y1 və yaxud da ki bərabərdir modulda y1 çıxılsın nə? y2. Bunu bilirsiniz də, dərk edə bilirsiniz bunu. Ya bundan bunu çıxdım, modulunu tapdım, ya bundan bunu çıxdım. Modulu məsafəni verəcək. Bura baxırıq. Bu parçanın uzunluğu nədir? Yəni mən bunu tapmaqla elə bunu tapmış oluram. İndi şaşmayaq ki, mən bunu tapdım və nətər oldu mənim bu belə oldu. Bununla bu bərabərdir. Düzbucaqlının eni ilə uzunluğu, uzunluğu ilə uzunluğu, eni ilə eni məsələsi. Buradan bu məsafəni bilə bilirik. Amma bizə bu məsafə lazım deyil axı. Buraya qədər lazımdır, elə deyil. Aysa. Bu məsafəni tapmaq üçün nə edərik Elşad? X2-dən x1 çıxarıb modulda. Bəli, x2 çıxılsın x1 modulda bərabərdir. x1 çıxılsın x2, bu da moduldur. Yaxşı, x2 çıxılsın x1-i burada modulsuz yazsam məsafəni ifadə edir. Fikirləşin. Sağ koordinatı, sağdan sola çıxıram.
Ha, onda var. Sənə mənfi verməz ki, elə deyil. Amma soldan sağa çıxsan, problem olacaq. Ona görə biz bu dərsdə düstur öyrənərkən müəyyən şeylərə fikir verəcək. Yəni, bu çıxmalarda niyə ikinci koordinatdan birinci koordinat və yaxud birinci koordinatdan ikinci koordinatı çıxmağın fərqi yoxdur. Onu da izah edəcəm. Amma düsturun ümumi bir forması var. Demək, mən bilə bildim ki, bunun bu kateti modulda x1 çıxılsın x2 və yaxud modulda x2 çıxılsın x1-dir, düzdür? Digər katetini də bilirəm, burada yazmışam. O zaman gəl hipotenuzu tapaq. Bu nöqtə A nöqtəsi olsun, bu nöqtə olsun B nöqtəsi. Oldu mu? Daha sonra nə edirik? Daha sonra yazırıq AB-nin kvadratı, yəni hipotenuzun kvadratı bərabərdir nəyə? Siz deyin. Aha, x2 çıxılsın x1-in kvadratı. Bəli. Bunun kvadratını artıq modulu atırıq kənara. Y2'nin çıxılsın. Üzərinə gəlsin. Y2 çıxılsın. Y2 çıxılsın Y1-in kvadratı. Dostlar, burada yer dəyişmə əhəmiyyətsizdir. Kvadrat var. İstəyirsən bunun yerini dəyiş mənfi olsun. Mənfi ədədin kvadratı olsun. Artıq burada mənalıdır. Yer dəyişənməzsən. Amma bu düsturdan məsafə ki tapırsan, artıq burada kvadrat o mənfiləri dəyərdən salacaq. Sırışdır. Biz düsturda qorxmuruq az. x1-dən x2-ni çıxdım, x2-dən x1-i çıxdım. Problem yox. Tuta bildik söhbəti. Ümumi olaraq formal, dizayn olaraq x2-dən x1-i çıxırlar, y2-dən də y1-i çıxırlar. Və onların kvadratlarının cəmi hipotenuzun kvadratına bərabərdir. O zaman AB məsafəsi nəyə bərabər olacaq? Kim deyər? Bəli, kökün altında x2 çıxılsın x1-in nəyi? Kvadratı. Üzərinə gəlsin. Y2 çıxılsın y1-in kvadratı. Bunu bildik. Bu düstur. Bundan sonra bizim üçün adlanacaq nə? 2 vektor yoxsa 2 nöqtə? Hə. Düzbucaqlı koordinat sistemində və yaxud müstəvi üzərində deyə bilərsiniz. 2 nöqtə arasındakı məsafə bu qayda ilə tapılacaq. Nəman düzdür? Anlaya bildik? Nədən istifadə elədik uşaqlar? Pifagor teoremindən. Məsafələri tapmaq üçün ədəd oxunda 2 nöqtə arasındakı məsafə düsturundan istifadə elədik. Anlaya bildik? Əslində ədəd oxunda 2 nöqtə arasındakı məsafəyə çox getmədim. Çünki bilirdim, bilirsiniz. Sadəcə olaraq sual çatmamışdı. Çatandan sonra dediniz. İndi bunu bildik. 2 nöqtə arasındakı məsafə düsturunu anladıq. Yəni, bizə ixtiyari 2 nöqtə verilsə, məsələn, A, 5, 8, B, 7, 9 fərz edək. Nöqtələri verilib. Bizdən AB məsafəsini istəyir. Modul AB. Əslində uşaqlar, bunu modul AB yazarıq. Məsafə bildirir da. Bərabərdir. Aha, kökün altında 7 çıxılsın 5 edir 2. 2'nin kvadratı nə qədərdir? 4. Buradan bunu çıxandan 1. 1'in kvadratı nədir? Elə 1'dir. Və bu da bizə nə verir? Kök altında 5 verir, düzdür? Yaxşı. Hər bir halda, yəni 2 nöqtə arasındakı məsafəni tapmaq üçün düstur keçərli. Harda? Düzbucaqlı koordinat sistemində və yaxud bu düzbucaqlı koordinat sisteminin özü bu lövhənin üstündədir, düzdür? Geniş düşünək, uşaqlar, bu lövhə sağa, sola, yuxarı, aşağı sonsuzdur. Bu lövhəni nə adlandıracam mən? Müstəvi. Müstəvi, bəli. Müstəvi üzərində nöqtələrdir, onlar arasındakı məsafə, düzdür? Hələ ki, fəza ilə işimiz yoxdur. Bu dəqiqə bizdən bu sorğulanır, bunu öyrənirik. Fəzada da uyğun qaydalarla tapmaq olur. Yaxşı dostlar, burasını biləndən sonra buradan ayırıram lövhəni. Mənə bir dənə de görək, oradan bura tam görünür. Mən çevrəni burada izah edeyim. Hə, görünür. Görünür. Demək inşallah, burada yazacağım. Çevrənin təmini. Düzdür? Gəlin baxaq görək. Çevrəni təyin eləmək üçün nə lazımdır ki bizə?
Əvvəla bir dənə çevrə çəkək. Amma düzbucaqlı koordinat sistemində çəkək ki, o bizə bir işarə versin. Mübariz, çevrəmiz nətər olacaq? Bax, burada təsvir elədiyim kimi. Çevrənin içində çəkiləcəkdir. Bura X, bura Y. Düzdür? Demək dostlar, birinci bunu vurğulayaq. Bu çevrənin mərkəzi haradadır? Haradadır çevrənin mərkəzi? Koordinat başlanğıcında. Yəni bunun koordinatı O, 0, 0 nöqtəsidir. Düzdür? İndi belə bir radius çəkirik, düzdür? Radiusun çəkəndən sonra radiusu elə bir mərkəzlə çevrə üzərində bir nöqtə birləşdirib buna radius deyirik. Elə deyil. Həmin nöqtəyə deyirəm M nöqtəsi. Deyə bilirəm inşallah. M nöqtəsinin koordinatlarına nə deyirəm? X, Y. Bunu da deyə bilirəm. Az öncə nə öyrəndik? İki nöqtə arasındakı məsafə öyrəndik, düzdür? Gəlin o düsturu yazaq. Bu iki nöqtə arasındakı məsafə nə olacaq? Radius, R. Doğrudur. O zaman R'i tapmaq üçün mən nə edəcəm? Yazacağam X çıxılsın 0'ın kvadratı. Dostlar, X'dən 0 çıxanda X'in özünü verir. Bəli, ay sonra X'in kvadratı. Üzərinə gəlsin. Y-dən 0 çıxdım, yenə Y-in kvadratı. Bərabərdir R radiusun kvadratı. Düzdür? Nə müşahidə elədik? Bu iki nöqtə arasındakı məsafə nə oldu? X kvadratı üstə gəlsin Y kvadratı. Düzdür, bərabərdir R kvadratı ilə. R bərabərdir kökün altında olan kvadratları cəmi kimi tapılan bir məsafədə, düzdür? O da nədir? R, radius. İndi mən çevrənin tərifinə qayıdıram. Çevrə nə idi ki? Sonsuz sayda düz xətlər. Nöqtələr, amma bir şərt daxilində. Düzgün. Deyirsiniz, mən tərifi tam bir soruşmuram. Bir burada nöqtə qoymuşam, düzdür? Bu nöqtədən Müəyyən məsafədə nöqtələr. Eyni müəyyən məsafə isə eyni bərabər məsafə, düzdür? Bəli, həmin o məsafə müəyyəndir və biri-birinə bərabərdir. Hər bir nöqtə üçün bərabərdir. Sözsüz, burada biraz sərgəsli alındı. Fikir verin. Sonsuz sayda belə nöqtələri qoyacağım. Alınacaq çevrə. Həmin nöqtələrin çoxluğu adlanır çevrə. Düzdür? İndi mən buradan bunu da birləşdirsəm erdir, bunu da birləşdirsəm erdir, bunu da birləşdirsəm, bunu da birləşdirsəm erdir. Düzdür? Baxın. Hansını birləşdirsəm erdir və onlar biri-birinə nədir? Kongruentdirlər, düzdür? Biz parçalar üçün həndəsədə kongruent sözü istifadə edirik də. Fiqurlar üçün falan filanlar da deməyib bilirik. Kongruentdirlər. Yəni onların uzunluqları bərabərdir. Elə? O zaman biz bu tənliyi bütün bu nöqtələrə aid edə bilərik. Söhbəti də aid edərik, düzdür? Bütün bu nöqtələrlə çevrəni təşkil edir. Demək, çevrənin bu tənliyə həm də çevrənin tənliyi deyə bilərik. Başa düşdünüz? Və çevrənin tənliyi inşallah buradan çıxdı. Nəticə olaraq buradan çıxdı. Başa düşdünüz? İndi bu xüsusi haldır. Bu çevrənin mərkəzi hardadır? Koordinat başlanğıcında. Həmişə belə olar. Mən çevrəni çəkərəm bu yana. Apararım bu yana. Düzdür? Nə baş verəcək bu zaman? O mərkəz nöqtəsi yerindən oynayacaq. Düzdür? Oynadıqca koordinatları dəyişəcək. Çevrənin radiusu dəyişmir. Radiusuna işimiz yoxdur. Dəyişə də bilərsən, başqa bir çevrə də qoya bilərsən. O problem deyil. Amma bu çevrədən danışıram. İndi mən onu təkrar burada təsvir edirəm. Diqqətlə baxın. Əvvəl mərkəz buraydı, düzdür? İndi daha oranı mərkəz eləmirəm. Ayrı bir nöqtəni mərkəz edirəm. Bunun üçün səbəbim var, elə belə eləmirəm, ha. Düşünək ki, mərkəz nöqtəsi buradadır. Elə burada da görünür də, düzdür?
Dostlar, həmin nöqtənin koordinatı nədir? Buradan bura və buradan buraya endirilmiş perpendikülər. Bunun x koordinatını adlandırıram A, y koordinatını adlandırıram B. Nəyin koordinatları AB oldu? Çevrənin mərkəzinin koordinatları, düzdür? O zaman sən bu çevrə üzərində, indi uşaqlar deyək ki, müəllim həmişə birinci rübdən nöqtə götürür. Hər rübdən götürə bilərəm, hər tərəfdən götürə bilərəm. Burada sübut elədik onu, düzdür? Burada M, yenə x, y yazıram. O zaman X çıxılsın A-nın kvadratı. buradakı radius R necə təyin X olunacaq? çıxılsın A-nın kvadratı. X çıxılsın A-nın, bəli, kvadratı. Üzərinə gəlsin. Y çıxılsın B-nin kvadratı. Y çıxılsın B-nin kvadratı bərabərdir. A-nın kvadratı. Ay yox, nəyi təyin edirik? Radiusumuz nədir? R. R-in nəyi? Kvadratı. Bu da oldu. Nə? Mərkəzi. Ay, sağ, bəli, fərqli AB nöqtəsində, yəni x-i A, y-i B olan nöqtədə olan çevrənin tənliyi. Bəs bu nə idi? Koordinat başlanğıcında olan. Mərkəzi koordinat başlanğıcında olan çevrənin tənliyi, düzdür? Dostlar, bax, iki nöqtə arasındakı məsafə düsturu və çevrənin tənliyinə dəlilimiz yetərlidir. Bundan sonraki məsələləri artıq tapşırıqlar üzərində müzakirə edəcəyik.